Bu gün sizlərə praktik şəkildə loqopedik masajı göstərəcəm. Yəni hipotonus və ya hipertonus varsa, əzələ zəiflik, bu zamanda masaj faydalıdır. Hal-hazırda edəcəyim alətlərdən biri zondlardır. Alətlər təmiz olmalıdır. Steril şəkildə hər bir pasiyentə fərdi olaraq istifadə olunmalıdır. Masajın bir neçə növü var. Alətlərlə, əllə, fırça ilə. Əzələ tonusu olarsa, həm içərdən ağız içərisi, həm də çöldən masaj olunma nitqin açılması üçün faydalıdır. Bəs nə zaman masajdan istifadə olunmalıdır? Dislaliya, alaliya, kekələmə və digər nitq qüsurlarında masaj olduqca faydalıdır. Bəzən valideynlər sual verir ki, mən övladımı loqopedə apardım, masaj olundu, amma heç bir faydasını görmədim. Tək masajla deyil, həm də seanslarla faydalıdır. Yəni valideyn evdə verilən tapşırıqları edir, loqoped isə seans zamanı masaj və digər prosedurları edərək nitqin açılmasına kömək edir.